Rahat bir yere geç. Gözlerini yum. Burnundan derin nefes al. Ve ağzından yavaşça nefes ver. Yeniden al ve yeniden ver. Her nefes aldıkça daha da sakitleşirsen. Her nefes verdikçe geçmişin yükünü yavaş yavaş çözürsen. Senin bedenin rahat, zihnin sakit ve ruhun indi derin bir şefaya hazırdır. İndi gözünün önünde bir yol canlanır. Bu yol seni geçmişin bir sahnesine aparır. Seni inciden, içinde narahatlık yaradan, unuda bilmediğin bir an, bir sayfa, bir sahne. O anı gözünde canlandır, o anı düşün. O hadisede yaşadığın duygunu bir de hisset. Qorxu, telaş, inciklik, xəyal qırıqlığı, acı, kədər, peşmançılıq nə varsa qoy o hiss səni tərk etsin. Getsin. Əllərində ağır bir yük olduğunu təsəvvür et. Bu yük sənə aid deyil artıq. İndi yavaş-yavaş bu yükü yerə qoyursan. Sakitcə bu sözləri məndən sonra təkrarla. Keçmişi buraxıram. Məni incidənləri bağışlayıram. Mənim incitdiyim hər kəsi bağışlayıram. Köhnə ağrılar artıq mənim bir parçam deyil. Mən özümü bunlardan azad edirəm. Buraxıram nəzarəti, günah hissini, peşmançılığı, qəzəbi, kini, nifrəti, acını, hirsi, hamısını bu işığa təhvil verirəm. Keçmişim artıq mənim üzərimdə gücü yoxdur. Mən indi buradayam, bu andayam, bu anda yaşayıram. İndi təsəvvür etməyə çalış. Başının üstündən yumuşaq bir işıq axır. Bu işıq bütün vücuduna qərq olur. Vücudunu öz ağuşuna alır. Hüceyrələrin, düşüncələrin, enerjin bu işıqla təmizlənir. Keçmişin izləri yuyulur, gedir. Hər şey yenidən bu anda ən başdan başlayır. Səssizcə bu sözləri qəlbinə söylə. Mən azadam. Mən yüngüləm. Mən hər şeyi bağışlamışam. Keçmişin mənə verdiyi dərsləri sevgi ilə qəbul edirəm. Hər şey mənim ruhsal inkişafım üçün baş verdi. Dərindən bir nəfəs al və nəfəs ver. Diqqətini yenidən bədəninə yönəlt. Ayaqlarını hiss et. Qarnını, sinəni, qollarını hiss et. Göz qapaqlarını yavaş-yavaş qaldır. Gözlərini aç və ana qayıt. Şəfa olsun, şəfa olsun, şəfa olsun.